Birdən özünüzdə tək qalıb darıxsanız, unutmayın ki, üzünüzdə hazırda görünməz canlılar yaşayır və siz bunu heç hiss etmirsiniz də. Demodex adlanan mikroskopik gənələr demək olar ki, hər bir yetkin insanın dərisində yaşayır. Onlar özlərinə əsasən kibrit diblərini, qaşları, burun ətrafını və yağ vəzlərinin olduğu bölgələri ev seçirlər. Bu canlılar adi gözlə görmək mümkün deyil, çünki onlar o qədər kiçikdir ki, yalnız mikroskop altında görünürlər. Gecələr daha aktiv olurlar və dəridəki ölü hüceyrələr, yağ və sebumla qidalanırlar. Ən qəribə tərəfi isə budur ki, insanların böyük əksəriyyət həyatları boyunca bu canlılarla birlikdə yaşayır və bundan xəbərsiz olur. Alimlər demodexləri dəri mikrobiomunun təbii hissəsi hesab edir. Yəni onlar normal halda təhlükəli deyil, amma sayı həddindən artdıqda qaşınma, qızartı, sızanaq və göz qapağı problemləri yarada bilərlər. Başqa sözlə, üzünüzdə görünməz qonşular yaşayır və onlar üçün siz böyük bir kainatsınız. Odur ki, darıxsanız demodexlərinizi xatırlayın.